Migren sadəcə baş ağrı deyil. Bu, beynin həssas işləmə formasıdır və bəzi şeylər tutmanı çox asanlıqla tetikləyə bilər. Ən vacib məsələ yuxudur. Az yatmaqda, çox yatmaqda migren tutmasını artıra bilər. Beyin sabit ritmi sevir. Ona görə də hər gün eyni saatda yatıb oyanmaq çox önəmlidir. İkinci məsələ aclıq və susuzluqdur. Uzun müddət ac qalmaq, az su içmək, səhər yeməyindən imtina bir çox xəstədə migreni başladır. Qidalara gəlincə isə bəzi məhsullar xüsusilə diqqət tələb edir. Köhnə və yetişdirilmiş pendirlər, şokolad, kalbasa və hisə verilmiş məhsullar, sosiska, fast food, çipsi kimi hazır qidalar, monosodium glutamat olan məhsullar, çox ədviyyatlı yeməklər, enerji içkiləri, çox kafein, kola tipli içkilər və xüsusilə qırmızı şərab bəzi insanlarda güclü trigger ola bilər. Bəzən turşular, konservantlar və hətta bəzi süni dadlandırıcılar da migreni artıra bilir. Təkcə qida deyil, güclü günəş, parlaq işıq, uzun müddət telefona baxmaq, yüksək səs, havasız mühit, stres, əsəb gərginliyi və hormonal dəyişikliklər də tutmanı aktivləşdirə bilir. Ən vacib məqam isə budur. Hər xəstənin triggeri fərqlidir. Birinə təsir edən qida başqasına heç təsir etməyə bilər. Ona görə də migren xəstələri öz triggerlərini müşahidə etməyi öyrənməlidir. Əgər baş ağrılarınız təkrarlanırsa və həyat keyfiyyətlərinizi pozursa, bunu adi baş ağrısıdır deyib keçməyin. Çünki düzgün yanaşma ilə migreni ciddi şəkildə nəzarət altına almaq mümkündür.